sabahınız xeyir olsun. Yolumuz yine haradır? Bazara. Bugün halk pazarı günüdür. Ona göre pazara gedirik. Neye göre? Yerli ve temiz məhsullardan alıp yemeye göre. Havanı yeni görürsünüz. Göğünüzün rengine bakın. Bəli. Bugün ayın 31'idir. 31 oktyabr. Axın o yolla getmək lazımdır. Mənə elə gəlir o I love Alanya üçün. Gedəcəyik, gözləyin. Az qalıb. Bu küçələri çəkməmişəm sizin üçün. Qoy buranı da çəkək. Görək burada avokado ağacları varmı? Bax, kirəlik evlər var. Kirayəlik. Bax, gəlirsən, kralıq. 3 üstə gəl 1 otaq. 3 otaqlı evi kiraya verirlər. Görün nə gözəl evlərdir. Bax, bu evlərdə adam qalmaq istəyər. Özdə düz dənizin yanında. Görürsünüzmü? Gözəlliyim. Baxın, bu bizim Migros'umuzdur. Bizim otelimiz o tərəfdədir. Ben bunun sağ tərəfi ilə gedirəm. Və bu evlərə baxıram. Çox da gözəl də evlər var burada. Lazım deyil. Bax, mən gedirəm düz yolla. Yanımda limon ağacları. Görürsünüz limonları. Ne gözəldir. Gillərə baxın. Görün ne güzel. Bakın, hele gelirsen bakırsan ki yaman derindi, ya limondu, ya apelsindi. Çok maraqlıdır əslində, çox. İzabiliya, bolluq adamına çox xoş gəlir. Baxın, bu tərəfdə dağ. O tərəfdə qaldı dağ. Baxın, hamısı meyvə düşdü. Görürsünüz, hamısı meyvədir. Çox maraqlı, çox bolluq olan bir şəhərdir. Subtropikdir də. Bax, burada apelsin ağacları var, bu əncir ağacıdır. Üstü. Ay Allah, burada ne kadar apelsin var. Dehşet formada. İnanmazsınız. Bak, Atatürk prospektidir. Ve bu limonlara bakın. Bakın. Görürsünüz ne güzel limonlardır. Doğulu değil. Dönəcəksən və olacaq xalq bazarı. Çox maraqlı bir quruluş yaradıblar. Həftədə 2 dəfə hansısa bir ərazidə icazə verirlər ki, kənd cəmaatı gəlsin, öz malını satsın, getsin. Всё. Daha orada pastayanla oturan alverçi söhbəti olmasın. Görürsünüz, əli yüklü gəlir xanım. Bax, bu küçədir. Deməli, həftədə 2 dəfə kənd cəmaatına icazə verir ki, gəlin, məhsulunuzu tökün və insanlara da xəbər eləyir ki, məsələn, 2-ci gün və 5-ci gün falan yerdə bazardır. Gəlin alın. Kənd cəmaatı ilə şəhər cəmaatı görüşür. Və nəticədə o da razı qalır, bu da razı qalır. Başa düşürsünüz, bax, məsələ ondadır. Çox bəyənirəm onları. Baxın, hamı bazarlığını eləyir. Yenə deyirəm, qiymət aşağı olmaqdan əlavə. Bu hamısı kənddə yetişdirilmiş məhsullardır. Çox rahat, təmiz, ucuz qiymətə. İnsanlar alır və aparır. Meyveleri şeyleri ne yapıyor? En son şey yapıyordum.
Bunlar burada oturup paltar satanlar, restoran işlədənlər, mağazin işlədənlər hamısı oturur və bilirlər ki, həftədə 2 dəfə, bir dəfə burada olur bazar, bu meydanda. Bir dəfə də olur balıq bazarının içində. Həftədə 2 dəfə. Həftədə 2 dəfə insan bazarlıq eləsə, meyvə tərəvəzini alsa, ona tam kifayət edir. Bakın, bazar başladı. Gördünüz mü? Siz hardan keçdiniz və birdən bazar başladı. Özüm bilə-bilə videonu kəsmədim ki, siz özünüz baxasınız və görəsiniz. Ki, necə şəhərin mərkəzində birdən bazar başlayır. Görək nələr var. Bu xırda soğan bunlardan nəsə çox mutlu. Bizim Hövsan soğanı kimi çox dadlıdır. O desəm mühallimcədir. Hər dildə danışdı, bilmədi ki, onun öz dilində danışıram. Buralarda olmuşuq biz. Mən qarpız almıram. Ona görə ki, bizim otel hər gün səhər qarpız verir. Avokadolar. Görürsünüz. Qoroduya bakalım. 15 lirə soğan, 20 lirə kartoşka, 40 lirə qırmızı soğan, 250 lirə sarımsaq. Batardığımız sizə deyim, kök 30 lirə. Göyərti nə seçirsiniz? Görürsünüz. Kənd cəmaatı kənddə yaşayır, həftədə 2 dəfə durur, gəlir burada malını satır, pulun qoyur cibinə gedir. O da razı, şəhərli də razı. 40 lirə, 40 lirə. Bu kabaçkini heç başa düşmürəm, heç sevmirəm. Ha. Bir var sevmirəm, bir də var heç. Elə bir xiyarı qızartırsan, yeyirsən, full. Slizisi tapır. Deyirlər badımcanla kabaçki eyni şey. Yalan söylüyor. Var 50 liraya pomidorlar. Var xırdalar. Atom bomba. Qiymətini də yazmayıb salmıqlarını. Bax bunlar xırda karalıqlardır. Bəyənmədi nəsə. Deyir, yaxşı deyil. Bax bu yerli bananlarıdır bunların. Belə bütün küçükovu 50 satılır. Bu pis deyil ama. Bunlar pis deyil əslində. O göbələklərə bağda boydadır. Bax, yağ. Yağ. Necə istəyirsən. Çəkirlər, təmizlər. Tamam. Telefon çocukları geç konuşuyor. Evet. Öyle çok. Göbələk 40 TL'yə. Pomidor 25 TL'yə. Daxtı pomidor. Dostum, mənim yeməyə vaxtım olmur. Quşlar deyirlər, çuğundur tapılmır burada. Deyir, doğulu. Ne bir şeydə çuğundurdur. Eşeğin boş pişirəsən, kələmi də var, kökü də var, çuğunduru da var, petruşkası da var. Nəyi pisdir? Bircə dənə əti problemdir. Burada ət daxtı deyil. Gerək düzün deyəsən. Ət daxtı deyil burada. Bal qabaq. İçiyələk sırf şeyə işləyir, turistlərə. Turistlər onun həsrətliyinə yaşır, amma iyi gəlir qəşəng. Gerək düzün deyəsən. Şaftalılar heç dadlı deyil, heç. At slova совсем. Bu da zeytun. Ben istədiyim mandarindən hələ ki görməmişəm. Görüm. Keçən dəfə almışdım buradan. Şirin idi. Birinci dəfəki də şirin idi. Keçən dəfəki də şirin idi. Pis mandarinlə mədəmi yandırır. Lobiya bax, yüzü. Nəyi pisdir. Yandan çekiyorlar. Çəkirəm. Çəkirəm. Aha, sonra mandarinlər nə qəşəng mandarindir. Yox, amma ki
Unlu yoxşur. Elli sevgide de öyle diyor lan. 80 liraya geçindi. Tamam alıyorum. Buyurun. Çok maraqlıdır. Burada şirin mandalina. Aha, qabaq da var deyirsən. Belə baxırsan, vida oxşuyur. Amma əlvi vurursan, qabığı qalındır. O qabıq qalın aşuşenyası, bərk aşuşenyası. O içinin... Ay Allah, xırdalmalara bax, nə qəşəngdir. Yerlərə nə alma yeyən deyiləm, amma yiyiləsi almadı. Aha, baxaq burada nə var. Abla buyurun. Bunun çeşitli xiyar. Aa, bu üstü tikli xiyarlardan. Bunlardan geçen turşu koymaq olur. Ay, yarpaq, yumurta. Neye? Basmaz mı? Aha. Bana evim hepsi var. Evet. Portakallar verelim buyurun. Bana evim Buyurdum. Hamısı öz məhsulu. Baxın, sütü var, sütü gətirib. Həyətində nəyi var? Yığıb gətirib, satır. Nəyi pisdir? Aha, narı var, narı gətirib. Görürsünüz. Şimdi ben anlamayayım. Ben aldığım gördüğüm bir şey değil. 40 liraya, Onu da bırak. 100 liraya, 25 liraya, 130 liraya lobya. Koy görək. Bu mandalina qoy bir dənə baxım əlindən. Qabığı qalındır. Bu mandalindən deyil. Bunlar da oturublar burada özləri üçün yemək yeyirlər. Baxın. Sizə geçin. Baxın, bu tərəflər restoran, hamısı otellər, dükanlar və birdən xalq bazarı şəhərin ortasında. Axşam gəlsəz tanımayacaqsınız. Buralar yığışdırılır, tamam. Silinir, süpürülür, tərtəmiz. Elə bir keç burada belə şey olmayıb. Cəmaət burada oturub istirahət edir. Allah'ın da olsun, inanmazsınız. Həmişəki kimi mandalin və banan. Bunları yenə çəkim sizin üçün də istəyəniniz var. Qozu 200 lira. Meyvə quruları var. Göz ləfəsi var. Hər şey var, hər şey. Ben bulmazsam iyi değiliz. Bizlerin abartlı bir şey olmaz. Güzel yani ondan dolayı diyorum. Neydi ki öyle? Nar şərabdır. Nar şərab mı o? Evet. Nar şərab. Bizim deyim bunların nar şərabları xoşlamıram mən. Mən burada aldım bir dəfə nar şərab işlədə bilmədim. Atdım, getdim. Bu dəfəki gəlməyimdə yox. Keçən dəfəki gəlməyimdə. Bax gördünüzmü? Təsəvvürünüz oldu bazar haqqında. Baxın, şəhərin düz mərkəzi, otellərin, marketlərin yanı. Bax, gətirirlər belə açıq elan eləyirlər. Cəmaət gətirir öz malını. Qəşəng satır. Axşam saat 4-də 5-ə buraları süpürgəçilər gəlirlər, süpürürlər. Tamam yığışdırırlar. Hə, çıxıb gedirlər. Всё. Bu da olur bugünkü bazar. Akşam da burada cemaat istəyir turistlər, istəyir buradan cemaatı, istəyir gəlmələr, kim olur olsun. Hamısı gəlir, akşam burada parkların gəzirlər. Heç bilməzsən ki, burada səhər bazar olub. Bax o dərəcədə. Amma hər şey var da, hər şey. Hər şey var. Bir də göstərirəm bax, bazar. Gördünüzmü? Görürsünüz, məhsullar satılır. Küçə. Görürsünüzmü? Və eyni vaxtda da dönürsən aşağı Atatürk prospekti, mərkəzi küçə. Gördünüzmü? Axı, bu cür küçədən sonra dönürük bazar küçəsinə. Heç inanardınız ki, burada bazar var.
Ama yakından baksanız görərsiniz. Cemaat orada bazarlıq eləyir. Gözəllikləri çəkməyə bilmirəm. Yeri gəlmişkən. Sabah da bayramdır. Sabah yoxsa birisi gün. Halloween'ə də baxacağıq. Yine maşın belə. Oh, nə egzotikalar yaratmağa bacarırlar, sevirlər. Çünkü buranın abı havası belədir. Burada çok büyük relax var. Gördüğünüz gibi Rəcəbsə Daruşqadan keçmək istəyirəm, amma heç kəs saxlamır. Ana göre geriye harda geldi keçəsən. Ne kadar da olmasa qohum xalqım. Naxır ki ben keçdim. Təsadüfən buradan keçirəm. Bax, yeməkxanalarında verilən yeməklər. Görürsünüz necə səliqəli. Çox qəşəng, xoşuma gəldi. Görünüşü qəşəng, amma hamısı tamatlıdır da. Bu da salatlar. Bu dəfə buradan belə dönək və bu yolu gedək. Belə bu ambarın yanından bu yolu gedək. Görək bu yol hara aparır. Bize gedəcək mi? Camaat oturup çöreği yeyir. Bax, belə küçə ilə gedirəm. Bu da Atatürk prospektinə paralel. Qaçdıq, nəsə fikirləşir. Bu da bir küçədir. Yenə çıxdım Atatürk prospektinə. Atatürk prospekti ilə şu yaslı. Ama o küçələr çox pilləkanlıdır. Sərfiləmir. Getdik, görək başımıza nə gəlir. Ağaclara baxırsan, üstü dolu limondur, baxın. Nə qədər limon var. İnanırsınız, istəyirəm bir gün gedim Mahmudları gəzim, bir gün gedim Manavqadı gəzim. İnanırsınız, heyfim gəlir günümə. Bu cür gözəl şəraiti qoyub mən dağa daşa niyə dırmaşmalıyam? Mən gündəlik həyatı çəkmək mənə daha xoşdur, nəinki onlar. Sən kofe dəmləyirsən. Ah, qəşəng ballığı təkirsən. Bəh, 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 bəh. Çox dadlı balları var bunların. Bizə də oteldə verirlər. Kifayət qədər, nə qədər istəyirsən götürə bilirsən. Bax, bu balı da tökürsən bananın üstünə. Yerli bananın üstünə çox dadlı bananları var. Gördünüz və kofe içirsən. Nuş olsun. Kofemizi içək, gedək dənizə.